birləşdirmək olar. Dəyişikliklərə nail olmaq olar. Və mən sizə misallar çəkəcəm dünyanın, Avropa başda olmaqla, dünyanın başqa dövlətlərində, belə Cənubi Koreyasından tutmuş, Portuqaliyadan tutmuş, İspaniyadan tutmuş, bütün hər yerdən sizə izahlar gətirəcəm. Göstərəcəm ki, onlar da ən azı İlham Əliyev qədər həmin insanlar totalitar olublar. Amma onların da bir sonu olub. Yəni bu elə belə bir şey deyil. Ona görə də biz verilişi bəyənin, paylaşın. Bu verilişin demək olar ki, ana mövzusundan biri elə insanların birləşməyi ilə bağlıdır ki, siz deyirsiniz birləşmir, insanlar bir araya gəlmir. Bu mümkün deyil, amma mən sizə göstərəcəm ki, bu Portuqaliyada oldu, İspaniyada oldu, dünyanın başqa-başqa dövlətlərində, nə bilim, Cənubi Koreyada oldu. Niyə Azərbaycanda olmasın? Dünyada, misal üçün, Avropa, Şərqi Avropada Sovet rejimlərindən necə insanlar canını qurtara bildi? Bunlar elə belə Azərbaycanda Sovet hökumətindən necə insanlar canını qurtara bildi? Niyə də ki olmasın? Var çıxış yolları, amma nədir? Onları danışacağıq. Belə. Biz verilişlərimizi əlbəttə ki, bu verilişləri uzadacağıq, sosial atomlaşmadan da danışacağıq. Çünki siyasətdə fərd, kütlə və cəmiyyət bunlar həqiqətən də çox vacib şeydir. Bunları biz öyrənməliyik. Çünki bunları bilməsək, bunların təsirini bilməsək, bunların bizə olan təsirini bilməsək, biz uduzarıq. Misal çəkək. Belə deyək də, bir ölkədə deyək ki, milyonlarla insan yaşayır da. Deməli, burada güclü cəmiyyət var, eləmi? Xeyr. Milyonlarla insan ola bilər. Amma hər biri özünə qapanıb. Hər kəs özünü düşünür. Misal üçün, mənə dəyməsin, mən siyasətə qarışmıram, mənim aləm salamat qalsın. Başa düşürsünüz? Belə şeyləri fikirləşirlər insanlar. O artıq cəmiyyət deyil. Başqasının problemini öz problem saymır. Onsuz da heç nə dəyişməyəcək. Bilirsinizmi? İnsanlar fizik olaraq bir ölkədə yaşaya bilərlər. Çox 10 milyonlar yaşaya bilərlər. Yəni bu cəmiyyət demək deyil. Çünki heç bunlar kütlə də deyil. Azərbaycanda heç kütlə də yoxdur. Dərd orasındadır ki, kütlə də yoxdur bizdə. Onu gətirmək istəyirəm. Ona görə atomlaşmadan danışmalıyıq. Elə bilin ki, misal üçün dənizdə bu qumu götürürsünüz əlinizə. Əlinizdə minlərlə qum dənəsi var da, amma onlar bir-birinə bağlı deyil. Azərbaycanda da bu günləri odur. O baş verir. Azərbaycanda bilirsiniz, problem insanın özünün fərd olması deyil bugün Azərbaycanda. Bugün Azərbaycanda belə deyim də, fərdin təcrid olunması prosesi gedir. Yəni, fərd artıq təcrid olunub. Fərd artıq özü fərd deyil. Çünki fərd olanda o qərarlar ala bilir, o düşünə bilir, mənim öz fikrim var deyə bilir. Bundan öncə izah etdiyimiz kimi. Amma təcrid artıq başqa şeydir. Təcrid artıq qorxudur, zəiflikdir, pessimizmdir.
təcrid olunmuş bir fərd niyə axı? Baxın, misal üçün bir fərd niyə zəifləyir siyasi baxımdan? Deyək ki, bir müəllim hansısa bir problemi görür də, amma o düşünür ki, mən təkəm. Sahibkar da onu kimi. Problemi görür, düşünür ki, ay təkcə mənə lazımdır bu və yaxud da təkcə mənim başıma gəlir. Hamının başına gəlir. Başa düşürsüz? Belə fikirləşirlər. Hansısa bir misal üçün sahibkarı döyür, əlindən nəyini salırlar, deyirlər təkcə mənim başıma gəlmir, filan kəsin də başına gəlir. Və yaxud da etiraz eləmək lazımdır, etiraz eləmir, deyir tək mən deyiləm, filan kəsdən də alıblar. Başa düşürsüz? Bir tələbə narazıdır, düşünür ki, ay mən indi nəsə deyəcəm, başıma nələr gətirəcəklər, universitetdən atacaqlar və s. Görür ki, başqaları razıdır. Başa düşürsünüzmü? Problem oradadır. Amma minlərlə insan eyni şeyi düşünür. Sadəcə bir-birinə belə deyim də, bir-birindən xəbəri yoxdur. Mən də ona görə deyirəm ki, bunları bir-birindən xəbərdar eləmək üçün insanları bir-birindən xəbərdar olun. Onlara platforma vermək lazımdır. Onlara danışmağa yer vermək lazımdır. Çünki Azərbaycanda artıq insanlar bir-biri ilə də danışmağı, belə deyim də, qonşu ilə danışmır artıq. O vəziyyətə gətiriblər Azərbaycanı. Çünki artıq insanlar bir-birini tanımır. Bir-birindən xəbərsizdirlər. Burada da belə deyim də, siyasi psixoloji vəziyyət yaranır. Ortaq belə deyim problemi fərdi problem kimi insanlar yaşayır. Başa düşürsüz? Amma problem ortaqdır. Elə yaşayırlar ki, sanki fərdi problemidir bu insanların. Özünü tək hesab edir insan. Digər də o da özünü tək hesab edir. Çünki qonşu ikisi də özünü tək hesab edir. Üçüncü də elədir. Beləcə milyonlar belə deyim də artıq fərdə çevrilir. Milyonlarla insan artıq fərdə çevrilir. Ona görə bu fərdiləşdirməni, yəni totalitarizmin bir şeyi də insanları fərdiləşdirməkdir. İnsanları təcrid etməkdir. Başa düşürsüz? Onu da bilmək lazımdır. İnsanların, nə bilim, birləşməsi və yaxud da belə deyək, birdən nəyinsə ətrafında birləşməsi avtomatik olaraq sağlam cəmiyyət demək deyil. Kütlə yarana bilər. Hə, bu bir kütlə halına çevrilə bilər. Bunu bilmək lazımdır. Kütlə cəmiyyət demək deyil. Kütləni bir hadisə birləşdirir. Emosiya, nə bilim, şüar, şeir, lider, nə bilim, qorxu, ümid. Amma yəni bunun cəmiyyət olması kifayət deyil. Çünki kütlə dağıla bilir. Başa düşürsüz? Əsas məsələ də sonra başlayır. Çünki kütləni dağıtmaq mümkündür. Amma cəmiyyəti dağıtmaq mümkün deyil. Kütlə cəmiyyət olanda misal üçün da bir-birindən davamlı əlaqədə olublar insanlar. Təşkilatlanırlar. Bu o deməkdir ki, deyil ki, gecə gedin, nə bilim, gizlin təşkilatlanın falan, yox. Həm hansısa peşə birliklərində iştirak eləyirlər. Məhəllədəki hansısa problemi həll eləyirlər. Bir yerdə otururlar, danışırlar, məhəllənin problemlərindən danışırlar. Nəsə bir iş görməyə təşəbbüs eləyirlər, yəni cəm şəklində. Media, belə deyim, bir-birinə deyirlər ki, filan mediaya baxmaq olar, filan mediaya baxmaq lazım deyil. Bir-birinin hüququnu müdafiə eləyirlər, hüquqdan danışırlar. Yəni fərqli düşünə-düşünə birlikdə yaşamağa öyrənirlər. Cəmiyyət belə yaranır. Cəmiyyətdə heç kim, belə deyək də,
Hamı eyni düşünmür. Sağlam cəmiyyətdə hamı eyni düşünərsə, o cəmiyyət ola bilməz. Sağlam cəmiyyətdə hamı eyni fikirdədirsə, deməli o sağlam cəmiyyət deyil. Ay kişi, cəmiyyətin içində sağçısı da olacaq, nə bilim, solçusu da olacaq, mühafizəkar da olacaq, liberal da olacaq, nə bilim, başqa-başqa fikirli insanlar. Hakimiyyəti də dəstəkləyə bilər. Məsələn, digərləri tənqid edə bilər. Yəni cəmiyyətin içində fərqli fikirliklər olacaq. Amma Azərbaycanda bu baş verə bilməz. Azərbaycanda cəmiyyətin içində hakimiyyəti tərifləyən artıq belə deyim, yaltaqdır. Çünki Azərbaycanda hakimiyyət yoxdur ki, onu tərifləyəsən, quldurdan ibarətdir. Normal ölkələrdən gedir söhbət. Biz birdən normal ölkələrdən deyirik, onu gətiririk, sonra deməsinlər, kontekstdən çıxarıb deməsinlər ki, İlham Əliyev tərifləyəndə hansı cəmiyyətdə iştirak edə bilər. Eləyə də bilər, burada problem də yoxdur, amma eləməməlidir. Mən belə düşünürəm. İnsanlar bir-birinə baxanda sağlam cəmiyyətdə deyir, mənim hüququm olduğu kimi sənin də hüququn var. Başa düşürsüz? Bunu bilməlidir. Hərə, yox, bu mənim partiyamdır, bu sənin partiyandır, mən səndən küstüm falan. Belə şey yoxdur. Sən mənim fikrimi bəyənməyə bilərsən və yaxud da mən sənin fikrini bəyənməyə bilərəm. Amma sənin hüququn, sənin fikrini söyləmə hüququn var. Mən bu hüququ qəbul etməliyəm. Onda yaranır cəmiyyət. Belə. Yəni fərd olmaq problem deyil. Təcrid olmaqdır problem. Əsas biz ondan çəkinməliyik. Bizi qoymamalıyıq ki, bizi təcrid eləsinlər. İlham Əliyev bu gün Azərbaycan xalqını təcrid eləyib. Ona görə də biz bacarıb bunu geriyə qaytarmalıyıq. Baxın, əziz Azərbaycan xalqı, baxın, biz böyük bir cəmiyyətə çevrilə bilmərik. Heç bir, nə bilim, hərəkatın, partiyanın ətrafında birləşərək Azərbaycandakı problemləri həll edə bilmərik. Bunu qəbul eləmək lazımdır. Çünki partiyanın ola bilsin lideri sənin xoşuna gəlməyə bilər. Ola bilsin ki, başqa partiyanın, nə bilim, görüşləri sənin üçün daha əsbəldir və s. 50 min dənə buna şey tapmaq olar ki, mən bəyənmirəm, o partiyada filan kəs var və yaxud da ofisi filan yerdədir. Bizdə Azərbaycanda bu belədir. Və yaxud da hansısa ölkədən kənarda yaradılmış qeydərmə şeylərlə falan, belə hökumət belə şeylərlə dəyişir. Bu cəmiyyəti aldatmaqdır. Bu cəmiyyəti yuxuya verməkdir. Bu cəmiyyəti bilirsiniz nədir? Daha geriyə atmaqdır. Kütlə olmaq güc yarada bilər. Amma kütlə olmaq cəmiyyət olmaq demək deyil. Cəmiyyət olmaq üçün bilirsiniz, etimad, təşkilatlanma, qanun, institutlar, belə deyim də, qarşılıqlı bir-birinə məsuliyyət, fərdi fikirliyə dözümlülük lazımdır. Başa düşdünüz? Yəni bunlardan başqa bizim çıxış yolumuz yoxdur. Ona görə sizə kim deyirsə ki, filan şey belədir, gəlirik, donuzu darıdan çıxardırıq, dəmir yumuruq, nə bilim, qılça falan. İlham Əliyev sizi evinizdə fərdləşdirir. Belə deyim, Azərbaycanda. Avropada olanlar, ölkədə dəyişiklik istəyənlər, bir, belə deyim, dənizdə damcı qədərik. Bilirsiniz, düşən bir damla qədərik, bir damla. Onu da hansısa populistlər Avropada, hansısa, nə bilim, belə deyim, monopolistlər
o insanları qoymurlar ki, daha çox insanları ayıldalar. Çünki daha çox insanları ayıltmaq üçün insanlara yalnız həqiqəti söyləmək kifayətdir ki, gəl bir olaq, gəl bir-birimizi sevək, gəl bir-birimizlə danışaq, gəl bir-birimizdən nəsə edək. Yoxsa sən normal insanları, rasional düşünə bilən insanları sən aparıb hansısa bir, nə bilim, quruma calaya bilmərsən. Gəl biz burada parlament yaratmışıq, gəl biz burada filan şey. O rasional düşünür, o dəli deyil ki. O dəli deyil. O anlayır ki, o mümkün deyil. O anlayır ki, sən nə qədər çoxala bilərsən ki, bax bunun ətrafında nə qədər insan birləşə bilər. Amma həmin o insan varmı, onu anlayan, yaxşı anlayır ki, insanları birləşdirmək mümkündür. Ona görə də gəlin Azərbaycan xalqını birləşdirək. Özümüz birləşək. Azad cəmiyyət qurmaq istəyiriksə, belə deyim də, bizim heç kimə ehtiyacımız yoxdur. Güclü lider falan, bunlar boş şeylərdir. Sizə kimsə deyirsə ki, güclü lider dəyişəcək falan, güclü lider də lazımdır. Amma yəni sizin əvəzinizdə ölkədə nə isə dəyişə bilməz güclü lider. Yəni bunu dəyişə bilən xalqdır. Gəlin belə deyim də, bugünkü verilişi belə başlayaq, yenidən başlayaq ki, avtoritarizm, diktatura və totalitarizm, korrupsiya və çıxış yolları. Çünki bütün günü insanlar misal üçün mənim özümə sual verir. Deyir ki, İmam yox, bu necə dəyişəcək? Bu necə dəyişəcək? Olacaq ki, belə bir şey. Güclü lider lazımdır və yaxud da filan kəs lazımdır. Mən bugün sizə təkcə problemlərdən danışmayacağam bu verilişdə. Mən oturub indi 2 saat sizə avtoritarizm pisdir, nə bilim, diktatura pisdir, korrupsiya pisdir və yaxud da totalitarizm pisdir, təhlükəlidir falan. Artıq bunları demişəm. Bunu deməyəcəm artıq. Bunlar necə yaranır? Bunu da izah etmişəm. Necə güclənir? Bu hadisələrin başında duranlar nədir? Yəni bu diktaturanın, avtoritarizmi bu yerə gətirib çatdıranlar nədir? Cəmiyyət özünü bundan necə qoruya bilər? Qoruya bilərmi? Demokratiyanı tək qurmaq kifayətdirmi? Bax, bunlardan danışaq. Gəlin insanlara anladaq ki, ölkədə nə var, nə baş verir? Amma həqiqətlər nədir? Avtoritarizm nədir? Bir dövlət, misal üçün, bir dövlət nə vaxt avtoritarlaşmağa başlayır? Yəni İlham Əliyev sərt olduğu üçünmü gəldi bu, belə deyək, avtoritarizm Azərbaycana? Yəni bütün avtoritarlar xaraktercə sərtdirlərmi yəni? Bundan danışaq. Avtoritarizm, belə deyək də, Azərbaycan xalqına vurduğu zərərin altından qaldırmaq, bugün avtoritarizmin Azərbaycana vurduğu zərəri altından bu insanları qaldırmaq mümkündürmü? Bəli, mümkündür. Avtoritarizm siyasi hakimiyyət getdikcə, misal üçün, daha az sayda şəxsin əlində birləşməsi və yaxud da və s. mən bunları danışmışam sizə. Avtoritarizmin nə olduğunu, institutların fəaliyyətdən qalmağını və s. bunların nəticəsində avtoritarizmin ortaya çıxmasını. Bunları danışmışam. Amma
Aaa, belə deyim də, aaa, məhkəmə olmayanda, parlament, hökumətə nəzarət edə bilməyəndə, media araşdırma edə bilməyəndə, vətəndaş belə deyim, təşkilatlana bilməyəndə, haqqını tələb edə bilməyəndə, deməli bu o deməkdir ki, artıq ölkədə, avtoritarizm qurulub. Artıq demək olar ki, diktatura rejimindədir. Bu avtoritarizmlə diktaturanın arasında böyük bir fərq yoxdur. Yəni belə deyim, aralarındakı fərq, avtoritarizm, diktatura bunlar demək olar ki, eyni şeylərdir. Yalnız 1-2 meyarlar onları ayırır. Hər iki rejim də istəyir ki, əllərində saxlaya hakimiyyəti və, eee, insanlarla istədiyi kimi davrana. Bunlar misal üçün bunların əsas məqsədi hakimiyyəti əldə saxlamaqdır. Totalitarizm başqa bir şeydir. Yəni avtoritarizm, belə deyək də, əsas siyasəti, öz əlində saxlamaq, hakimiyyəti məhdudlaşdırmaq və sairə. Amma totalitarizm daha böyükdür. Totalitarizm bu gün Azərbaycanda baş verəndir. Yəni onlar bizim əlimizdən hər şeyi alırlar. Yəni onların artıq o əldə saxlama maraqları deyil, artıq ideologiyasıdır. Onların belə deyim də, ideologiyasıdır o avtoritarizm. Artıq onlar istəyir ki, sənə informasiyanı da onun verdiyi qədər sən alasan. Təhsili də, mədəniyyəti də, onun sənə nə icazə verir, o qədər gedə biləsən. İctimai təşkilatlanma olsun, ideologiya o özününkünü sənə sırmaq istəyir. Misal üçün sənə böyük dövlətin böyük bayraq olduğunu göstərmək istəyir və yaxud dəmir yumruğun çox böyük bir şey olduğunu. Baxın, ımm, avtoritarizm sənə öz ideologiyasını, totalitarizm sənə öz ideologiyasını soxmaq istəyir. İstəyir səni özü istədiyi kimi idarə edə. O insanların şəxsi fikirlərinə, düşüncələrinə belə qarışmaq istəyir. Hətta, misal üçün avtoritarizm deyir, mənim qarşıma çıxma da, mən səni görməyim. Başa düşürsən? Yəni qorxudur səni, deyirsən mən səni görmürəm. Totalitarizm belə deyil. Totalitarizm də deyir, nə düşünəcəyini, nə edəcəyini, necə oturacağını, hansı dinə inanacağını, nə edəcəyini mən müəyyənləşdirməliyəm. Totalitarizm odur. Bu dəqiqə İlham Əliyev ölkəni bağlamaqla bunu bizə demonstrasiya edir. Bunu bizim gözümüzə soxur ki, mən totalitaram, bir ideologiya ətrafında birləşməliyik. Mən korrupsionerim, siz də mənim ətrafımda birləşməlisiniz. Dəmir yumruq deyilən bir şeyə iman gətirməlisiniz. Artıq mənim dediyim türkçülüyə, nə bilim, hansısa dinin, hansısa məzhəbinə inanmalısınız. Çünki onun məqsədi ölkədə o onun yaşatdığı Azərbaycan xalqında ki, onun, belə deyim, o sistem varmı, hansı ki, o korrupsiya sistemi, ora soxub, artıq onun ideologiyası daha çox daşımaq və səni də istədiyi kimi idarə etməkdir. Korrupsiya kiminsə hansısa paketdə, nə bilim, zərfdə, nədəsə pul almağı deyil. Korrupsiyanın bir forması da rüşvət almaqdır. Korrupsiya, ictimai səlahiyyətin, belə deyək də, şəxs və ya bir qrup, mənfəətçinin, mənfəətçi üçün hansısa, sui-istifadədir, başa düşdünüz? Belə deyək.
Bunun əlbəttə ki, başqa formaları da var. Bunu yüzlərlə buna izah gətirmək olar. İstəyirsiniz, nə bilim, kimlərdən istəyirsiniz sitat gətirə bilərsiniz. Mən sizə amma Azərbaycandakı təmiz başqa bir şeydir. Dövlət postlarının məsəl üçün, və yaxud da hansısa tenderlərin yaxınlara verilməsi, qohumlara, nə bilim, İlham Əliyev bu yaxından Azərbaycanda müəllimələri misal üçün istəyir uniformaya saldıra, müəllimələr də artıq əsgərlər kimi bir geyim geyinə gedə məktəbdə dərs deyə də, elə deyilmi? Bunu eşitdik də, bu yaxından belə bir şey oldu və tenderi də bu paltarları tikən tenderi də öz qohumuna verdi ki, sən də get bunlara paltar tik, başa düşdün? Elədir də. Bax, bunu edir. İndi loru dildə deyək də. Yəni, vəzifənin belə deyək də, şəxsi maraqlar üçün istifadə edilməsi. Bunu belə də demək olar. Bundan maraq toqquşması da və yaxud da və sairə də demək olar. Amma bizdə elə deyil. Bizdə başqadır. Çünki bizdə Azərbaycanda baş verən avtoritarizm biraz fərqlənir. Korrupsiya biraz fərqlənir. İnsanlar başqa dövlətlərdə misal üçün korrupsiya ilə məşğul olan dövlətlər yoxdurmu? Var, əlbəttə ki, var. Rusiyada da var, bu başqa yerlərdə də, amma Azərbaycan kimi deyil. Azərbaycanın bütün dövlət maraqları, resursları, neft pulları, misal üçün bir ailəyə, İlham Əliyev ailəsinə, indi də ailədən çıxıb nəvəsinin kortejinə xərclənə bilir. Başa düşürsüz? Azərbaycan xalqının neft pulları ilə İlham Əliyevin nəvəsi Leyla Əliyevanın oğlu dönərxana açıb. Oraya gedə bilir və ora kortejlərlə gedə bilir. Mənim dövlət resurslarımın o pullara, o dövlət resurslarına xərcləyirlər. Öz ailələri, misal üçün, öz siyasi məqsədləri üçün istifadə edə bilirlər. Öz ailələri üçün istifadə edə bilirlər Azərbaycan xalqının mülkünü, varidatını. Budur korrupsiya. Azərbaycanda belədir, amma başqa yerlərdə korrupsiya var. Bu varmı? Var, gizlin edilir. Amma Azərbaycan xalqının gözünə soxa-soxa edilir. Çünki oturan totalitardır. Putin diktatordur. Amma Putin, mən onu totalitar saymıram. Rusiyada normal insanlar, baxın, Putinə müxalifət olmayan insanlar, deyək ki, Navalny olmayan insanlar, başqaları, nə bilim, siyasi görüşləri başqa olan, başqa partiyaların insanı, orada Putinə söyəndə də Putin heç nə deyə bilmir. Demir də. Putini, yəni qorxudan biri varsa, misal üçün deyək ki, Navalny ondan qorxur. Bəli, Navalny tutdura da bilər, tərəfdarlarını da tutdura bilər, öldürə bilər, hər şey eləyə bilər. Amma Azərbaycanda bu belə deyil. Totalitarizmin forması da başqadır. Korrupsiyanın da forması başqadır. Korrupsioner kimdir? Sualının cavabı çox asandır. Azərbaycanda bir dənə korrupsioner var. O da İlham Əliyevdir. Başa düşürsünüz? İlham Əliyevin hansısa bir naziri deyək ki, şeydə tutuldu da bu yadınızdadsa Avropanın hansısa Şərqi Avropada da, Qərbdə deyil, Şərqi Avropada hansısa keçmiş nazir idi. Nə idi? Onun 3-4 milyard yox, İngiltərədə, Londonda. Londonda biri tutuldu, İlham Əliyevə yaxın bir adam 3 milyard pul xərcləmişdi. Yox, 3 milyon mu nə idi? Belə. Yəni İlham Əliyev onu çağırıb demədi ki, nədir, nə məsələ. Çünki onu oraya göndərən də İlham Əliyev idi. Başqasının adından başqa şeyləri alan da İlham Əliyevdir. Mən inandırıram sizi, bir gün olacaq ki, misal üçün, nə vaxtsa sizin evinizə də məktub gələ bilər və yaxud da nəsə bir insanların, yadınızdadır, bir kişi çıxmışdı, hardasa bir 2-3 il bundan əvvəl, dedilər ki, onu tapıblar. Deyiblər ki, sən zavodun da bankrot olub şeydə, o da İngiltərədə idi, yoxsa haradaydı? Deyib, ay qardaş, nə zavod? Mənim heç şəxsiyyət vəsiqəm yoxdur. Adam, belə deyim də, Beyləqanda hansısa bir heyvan otarandı, çoban. Adamın heç şəxsiyyət vəsiqəsi var,
Heç, yəni ölkəni tərk eləmək üçün adamın heç pasportu yoxdur. Xarici pasportu yoxdur. Adamı adına şirkətləri açıblar adamın. Milyonlarla, milyardlarla dolları adamın üstünə yuyublar. Sonra da deyirlər ki, sən bankrot olmusan sən. Başa düşdün? Bir gün sizin də adınıza çıxa bilər o. İlham Əliyev, yəni tək öz adına eləmir ki bunları. Bunların hamısı bu mexanizm elə qurub insanların tanıdığının, tanımadığının hamısının adından ölkədə milyardları çıxardır. Avtoritarlaşma da bir gündə baş vermir. Bu, belə deyim də, eee, nə korrupsiya bir gündə baş vermir. Heç kim səhər oyanıb demir ki, vay səninə korrupsiya gəlibmiş falan. Bu gün İlham Əliyev oyanıb demir ki, davay bu günlər qalxdım demokratiyanı ləğv edirik, bu gündən sonra da artıq avtoritarizmdir falan. Belə olmur. Bunu bütün verilişlərdə izah edən kiçik, bilirsiniz, kiçik addımlarla gətirirlər. İnstitutları zəiflədə. Nə bilim, yüngül belə insanların əleyhinə qanunlar çıxarda. İstisnaları qəbul etdirə daha doğrusu. Haqlıyı haqsız duruma düşürərək məhkəmələrdə. Belə bunu normallaşdırırlar, normala çevirirlər. Sonra da başlayırlar bu gün necə bizi bu günə salıblar vaxtında susduğumuza görə. Sonra da bu hadisələr baş verir. Sonra da başlayır avtoritarizm, totalitarizm və s. Azərbaycan xalqı da oturur deyir ki, problem nədir, bunu necə həll edəcəyik? Bunu necə həll edəcək? Bunu başa salacaq insanlara ki, konstitusiya nədir, niyə vacibdir? Baxın, bunları bilməsə insanlar heç nəyi dəyişə bilməz. Konstitusiyanın nə olduğunu bilməsə insan heç nəyi dəyişə bilməz. Onun, misal üçün, onun yalnız hansısa bir dövlətin necə işlədiyini yazan bir kitab deyil. Ona ümumi baxmaq lazımdır. Onun məsəl üçün mühüm funksiyalarından biri məsəl üçün hakimiyyətin sərhədlərini müəyyənləşdirmək olmadığını, parlamentin nə olduğunu, daha doğrusu müəyyənləşdirmək olduğunu, parlamentin nə olduğunu, prezidentin misal üçün və ya hökumətin nə edə biləcəyini, onun hansı qərarlar alıb hansını ala bilməyəcəyini, məhkəmənin nə olduğunu, vətəndaşın hansı hüquqları olduğunu, hansı hüquqlarının toxunulmaz olduğunu, bunları biz insanlara anlada bilmədikcə yalandan biz inqilabsa belə bu xülyadır, röyadır bunlar nağıldır. Türklər demiş bunlar şeydir, nədir onun adı? Bunlara inanmaq olmaz. İnsanlara başa salmalısın ki, konstitusiyanın məqsədi nədir? Konstitusiyanın məqsədi dövlət qurmaq falan, hakimiyyəti yaratmaq falan deyil. Konstitusiyanın nə olduğunu insanlar o elə bilir ki, misal üçün konstitusiyanın məqsədi yalnız hakimiyyət yaratmaqdır. Deyil. Onu anlatmaq lazımdır ki, konstitusiyanın məqsədi yaradılan hakimiyyəti məhdudlaşdırmaqdır. Başa düşürsüz? Əgər qərarlar məsəl üçün mövcud hakimiyyətin ehtiyacına uyğunlaşdırılırsa, məsəl üçün, onun istədiyi ilə dəyişdirilirsə, onda vətəndaş soruşmalıdır. Nə baş verdiyini soruşmalıdır. Bu gün İlham Əliyev hansı konstitusiyanın hansısa nə bilim nədəsə dəyişiklik edəndə insanlar elə bilir konstitusiya nə bilim hansısa kitabda nəsə dəyişirlər. O anlamalıdır ki, o bugün orada edilən dəyişiklik sabah onun həyatına təsir edir. Bunun məsuliyyəti olmalıdır bunda.
Totalitarizmin qarşısını almaq olarmı? Bəli, olar. Avtoritarizmin də qarşısını almaq olar, totalitarizmin də qarşısını, hamısının qarşısını almaq olar. Bunu bir siyasətçi almır, bir mitinq bunu almır, başa düşmək lazımdır. Buna qarşı müdafiə sistemi qurulmalıdır. Normal ölkələrdə hə, bunun nə bilim müstəqil məhkəmə falan bunlar baş verə bilər. İnsanlar tələb edə bilər. Amma Azərbaycan axı belə biz də danışdıq ki, belə bir ölkə deyil. Azad və peşəkar media falan. Amma Azərbaycan belə deyil. Azərbaycan daha boğulmuş, daha sıxılmış bir ölkədir. Ha, bunun qabağında yenə almaq olarmı? Bəli, almaq olar. Necə almaq olar? Avtoritarizm, totalitarizm necə yaranıbsa, elə də onun qarşısını almaq olar. Yavaş-yavaş. Suyu üfürə-üfürə içərək bunu etmək olar. İnsanlar soruşur ki, məsəl üçün də artıq gecdirmi? Gecdirsə nə etməliyik? Nə bilim, özünü təhlükəyə atmaq, bunu bilmək lazımdır. Qəhrəmanlıq falan deyil. Bunu qəhrəmanlıqla qarışdırmayın. Özünüzü təhlükəyə atmaq bu düz doğru bir şey deyil. Yəni avtoritarizm belə deyək də riskli ola bilər. Çox riskli sənə qarşı məsəl üçün. Bu ölkədən ölkəyə dəyişir əlbəttə. Azərbaycanda dedim axı başqa cürdür. Yəni bunu bilmək lazımdır. İctimai dəyişiklik təkcə küçələrdə baş vermir. Vətəndaş belə deyək də, vətəndaş cəmiyyəti gündəlik həyatda qurulur. Baxın, insanlar bir-biri ilə etimadda olanda, bir-birinə etimad göstərəndə, hüquqdan danışanda, bir-birinin arasında ki, bax bu hüquq pozuntusudur. Yolda görəndə onun hüquq pozuntusu olduğunu küçədən keçən bir adama deməlidir ki, bax o hüquq pozuntusuna yol verir. Onu göstərməlidir. Bir-birinə etimad göstərməlidir. Müstəqil informasiya çıxış yaratmaq. Baxın, bizə, ölkədən kənarda yaşayanlara, məsələn, insanları sizi maarifləndirən kanala yönləndirə bilərsiniz. Öz peşə biliklərinizi başqası ilə bölüşə bilərsiniz, çağıra bilərsiniz. 3 dənə uşağı, cavan oğlan oturubsuz orada öyrədirsiniz ki, bax mən bunu eləyə bilirəm, gəlin sizə bunu öyrədim. İnsanlara danışmağı və onların problemini də onlardan öyrənməyi, öz probleminizi də bölüşməyi, öz belə deyim, yaxşı əhval-ruhiyyənizi də bölüşməyi bacarmalısınız. Sağlam cəmiyyət onda yaranır. Başqa küçədən, baxın, küçə bu axırıncı şeydir, küçə. Araşdırmalar etməlisiniz. İnsanları ictimai təşəbbüsə cəlb etməlisiniz. Hamınız, hamımız. Hər şeyi faktlarla, sənə filan şey belə deyəndə İlham Əliyev oğrudur deyəndə deməlisən, qardaş. Deyirsən, göstər görüm, fakt qoy ortaya. Başa düşürsən? Sənə fərq etməməlidir, onu kimə deyir, kim üçün deyir. Deməlisən, fakt o, məni inandır. Gecə, nə bilim, təşkilatlanmaq da, belə gizlin təşkilatlanmaq falan lazım deyil. Baxın, əgər bunları etsək, bunu bilməliyik. Demokratik mədəniyyət belə deyək də, münasibətlər üzərində dayanır. Yaşayır, qurulur həmin cəmiyyətlər. Bunların üzərində başqa yolu yoxdur. Sizə alternativ deyənlər gəlsinlər, çıxsınlar, desinlər ki, yox. Desinlər ki, gəlin inqilab edək, hamıyı aşıraq, nə bilim, döyək falan, darını donuzdan çıxardaq. Bunlar boş şeylərdir.
kütlənin özü də həll deyil. Bunu bilmək lazımdır. Yəni kütlə vacib bir şeydir, əlbəttə ki. Birləşmək, insanların bir ideya ətrafında birləşməsi, bir liderin və yaxud bir qəzəbin, bir şüarın arxasında birləşməsi bu çox gözəl bir şeydir. Amma dərd orasındadır ki, bunu dağıtmaq mümkündür. Misal üçün, həmin şeyi əgər siz etdiyiniz etirazın sizə qarşı həmin etirazı belə deyək, yerinə yetirirlərsə, sizin dedikləriniz yerinə yetirir, siz dağılırsınız və çıxır gedirsiniz. Yəni kütlə budur. Bu günləri hə biz deyək ki, bugünkü avtoritar rejimi dəyişir. Əlbəttə ki, bunun yerinə kim gəlsə də bundan daha yaxşı olacaq. Düzdür. Amma biz yenə də ə, bilirsiniz, bu gördüyümüzdən özümüzə dərs çıxartmalıyıq. Azərbaycan xalqının bu 57 ildə gördüyü Azərbaycan xalqına dərs olmalıdır. Məsələn, mən yaxşı insanam, hökuməti mən idarə etməliyəm, yox. Mən sənin yaxşı insan olduğunu bilirəm, misal üçün. Ə, Sən hansısa konstitusiyadan özünə, misal üçün, özünə belə deyək də, hansısa hüquqları İlham Əliyev kimi deyək ki, konstitusiyanı dəyişərək özünü bir neçə il prezident edə bilərsən və yaxud da nə isə konstitusiya dəyişib özünə imtiyaz qazanmaq istəyirsən, deyirsən mən yaxşı adamam və yaxud da bu imtiyazı mənə verin, mən yaxşı adamam. Mən bilirəm sən yaxşı adamsan, bunu da deməyi bilməliyik. Amma gələcəkdə orada sən olmayasan, ora gələn adam bəlkə pis adam olacaq, ondan öz xeyrinə istifadə edəcək. Bunları da bilmək lazımdır. Hakimiyyət dəyişən kimi biz ora prezident seçməməliyik. Biz birinci institutları qurmalıyıq. Azad seçki, nə bilim, müstəqil məhkəmə, insanları bax, polis, normal polis. Yəni biz bunu yaratmalıyıq ölkədə. Yoxsa bunu qovduq, yerinə bir başqasını gətirdik. Ya o da 5 ildən sonra o da bunun bir dayı olacaq. Əgər biz nəzarət etməsək, özünə imtiyazlar verəcək, özünə nə bilim sizi demirəm bundan pis idarə elə. Ola bilər ki, siz Avropada o səviyyədə yaşaya bilərsiniz. Avropadakı insanlar kimi yaşaya bilərsiniz. O səviyyədə pul da qazanarsınız, milyonçu da olarsınız, hər şeydə yaxşı olar sizin üçün. Amma bu o demək deyil ki, sən bütün ölkənin bunu edir deyə bütün imtiyazları buna verməlisən. Yox. Və yaxud da dedim axı konstitusiya tək hakimiyyət yaratmaq falan deyil. Onun birinci funksiyası hakimiyyətin əlini zəiflətməkdir. Konstitusiya onun üçündür. Və biz o konstitusiyanı qayıdıb bir kimisə əlinə verə bilmərik. Onu oyuncaq eləyə bilmərik İlham Əliyevdəki kimi bu dəqiqə. İlham Əliyev konstitusiyaya tüpürüb, heç onun oyuncağı da deyil. İlham Əliyev o konstitusiyada elə bənd yoxdur ki, onu pozmasın. Elə, nə bilim, elə nöqtə, vergül yoxdur ki, onu pozmasın. Korrupsiya ilə də mübarizə aparmaq üçün belə deyim də sistem lazımdır. Bunu necə etmək olar? Bax, bizim kanallara baxmaqla. İndi biz deyək ki, nə bilim, pulun izi görünməlidir. Belə, dövlətin nə bilim filan şeyi bəhmən olmalıdır. Bunu yalandan deyə bilərik. Auditlər işləməlidir, cırtdı pırtdı. Bu normal dövlətlərdə belədir. Azərbaycanda belə deyil. Azərbaycan demək olar ki, tam bağlı. Azərbaycan tam təcrid olunmuş haldadır. İnsanlara belə deyək də qeyri-real qəhrəmanlıq satmaq lazım deyil. Hər kəs siyasətçi olmayacaq, hər kəs nə bilim fəal olmayacaq. Bunu anlamaq lazımdır. Amma hər vətəndaş misal üçün demokratik mədəniyyətin bir hissəsidir. Ona görə də misal üçün ilk addım düşüncədir. İnsanlarda onu dəyişmək lazımdır. İnsanları düşündürmək lazımdır.
O hissləri oya şübhələndirmək, insanları şübhə altına salmaq lazımdır. İnsan şübhələnməlidir, bir-birindən yox, hökumətdən şübhələnməlidir. Hakimiyyətdən, xalqdan yox. Onu bu günə salanlardan şübhələnməlidir. Onun ya belə deyim, ona deyilən informasiyadan şübhələnməlidir. Yalanı paylaşmaq olmaz. Ona düzlük don geyindirmək olmaz. Bax, onu şübhələnməlidir, onu araşdırmalıdır. Mənbə yoxlamalıdır. Hətta öz tərəfinə deyim, öz partiyasına, nə bilim, partiya liderinə yalan danışanda onun yalanını onun üzünə deməlidir. Hamı edir, bunu normallaşdırmaq olmaz. Hamı edir, mən də edim falan. Belə şeylər cəmiyyəti darmadağın edir. Uşaqları yaltaqlığa uyğunlaşdırır. Hamısını bunun başında duran korrupsiyadır, totalitarlıqdır. Bunun başında duran səni hər şeyindən təcrid eləyən avtoritar rejimdir. Sənin uşaqlarının həyatına, sənin gələcəyinə, sənin düşüncənə qarışan həmin rejimdir. Ona görə qanunu öyrənmək lazımdır. Uşağa, belə deyim, yaltaqlığı yox, uğuru yol kimi göstərmək lazımdır ki, uşaq bilsin ki, nədir uğur, nədir başarı, nədir nəyəsə, belə deyim də, inanmaq. Necə buna qalib gəlmək? Nədir? Bir başqa dostuyla hansısa, belə deyim, təhsildə yarışmaq. Bunlardır. Yoxsa biz bunları etməsək biz dəyişə bilməyəcək. Baxın, bunlar qıraqdan çox, belə deyim, gülünc görünə bilər, amma bütün hər yerdə bu belə olub. Yəni dəyişən belə dəyişib. Bu rejimlərdən yalnızca belə qurtulublar. Bunu anlayın. Başqa cür qurtulmaq mümkün deyil. İlham Əliyevin yaratdığı rejimlərdən yeganə, salam əleykum, axşamınız xeyir olsun. Yeganə qurtuluş yolu kiçik işlərlə başlayıb, belə deyim, kiçik işlərlə başlayıb insanlara həqiqəti anlatmaq, insanlarla danışmaq, onları danışmağa öyrətməkdir. Yoxsa başqa sizə deyilənlər hamısı boşdur, boşdur. Əgər bir ölkədə, misal üçün Azərbaycanda deyək də, müxalif, belə deyək, siyasi fəaliyyət demək olar ki, dayanıb. Müstəqil jurnalistika dayanıb, məhkəmə institutu dayanıb, müstəqil deyil. İnsanlar həbsdən, zorakılıqdan qorxur. Nə bilim, hakimiyyət bir ailənin əlində birləşib, alətə çevrilib, insanlara qarşı institutlar dəyənəyə çevrilib. Korrupsiya yuxarıdan aşağı, belə deyim də, sistemləşib, hamının içinə oturdulub. Vətəndaş düşünür ki, yaxşı, demokratiya əvvəl qurmalıyıq, və bunu necə eləyək? Bunlardan qurtulmaq da lazımdır axı, elə deyilmi? Bunlardan qurtulmağın yolu varmı? Nə etməliyik? Baxın, bilmək lazımdır ki, belə rejimlər məğlub edilməz deyil. Baxın, tarixdə çox güclü görünən avtoritar sistemlər dəyişib, məhv olub. Misal üçün Avropada, Portuqaliyadakı demək olar, Estado Novo dövrü bitdimi? Bitdi. İspaniyada Frank dövrü bitdimi? Franco bitdi.
Çilidə bitdimi bu Pinəş hakimiyyəti idi, nə idi? Pinochetdi, nə zibil idi. Onun hakimiyyəti bitdimi? Bitdi. Cənubi Koreyada bitdimi? Bitdi. Şərqi Avropada komünist rejimi, komünist ideologiyası bitdimi? Dağıldımı? Dağıldı. Yəni siz düşünürsünüz ki, Azərbaycandakı hal-hazırdakı rejim, misal üçün Portuqaliyadakı rejimdən daha mı güclü idi? Əslində elə deyildi. Əslində eyni idi. Əslində İspaniyadakı rejimlə də eyni idi. Hamısı totalitar idi. Hamısı özü idarə etmək istəyirdi. Cənubi Koreyada necə? Orada da elə idi. Stalinin ideologiyasından insanlar canını qurtardı mı? Qurtardı. Yəni bu rejim güclüdür. Başqa cümlədir. Bu rejim əbədidir, tam başqa cümlədir. Başa düşürsünüz? Əbədi rejim yoxdur tarixdə. Yoxdur. Əbədi sultanlıq yoxdur. Güclü rejim var. Amma əbədi sultanlıq yoxdur. Tarix bunu təkzib edib, tüpürüb bunu deyənlərin üzünə. Gedib baxa bilərsiniz. Sual gəlir ki, qardaş, bu boyda hadisələr baş verir. İnsanlar niyə qalxmır? Baxın, insanları qorxmaqda ittiham etmək böyük səhvdir. Mən dünən sizə dedim, insanlar nəyə görə qalxmaya bilər? İnsanların yüzlərlə buna görə sənə arqument gətirə bilərlər. O demək deyil ki, bu dəqiqə qalxmayan adamların hamısı qorxaqdır. Sən bir təsəvvür et də, sən fikirləşirsən, sən narazısan da. Amma sən bilmirsən ki, sənin qonşun nə fikirləşir. Qonşu da narazıdır, yoxsa o da səndən qorxur. İkiniz də susursunuz, başa düşürsünüz. Sən ondan qorxursan, o da səndən qorxur. Çünki bir-birinizlə danışmırsınız. Ünsiyyət yoxdur. Başa düşdün? Harasa çatanda ünsiyyət quranda deyirsən mən narazıyam, ya sən belə nam yox eləyirsən, ya o sənə nam yox eləyir, bir göz vurur, bir qaş eləyirsən, sonra bir-birinizi tapırsınız o narazılar. Bu lazımdır. Başa düşürsünüz? Buradan başlamaq lazımdır. Yoxsa nə bilim, boş şey. Mən demişəm bunu. Barmaq sirkələmək kimi olmasın. Mən bunu demişəm. Başa düşürsünüz? Sən tanımırsan narazıları. Sən düşünürsən ki, nəticədə hamı razıdır. Təkcə mən narazıyam. O da eyni düşünür. O da düşünür ki, abi hamı razıdır, mən narazıyam. Daha bilmir, sən onunla ünsiyyətdə deyilsən, sən onunla danışmırsan, sən onunla, nə bilim, küçədə görüşəndə bir 2 dəqiqə danışmırsan. Heç tanımadığın adam olsun, salam ver də, salam demirsən Allahın salamıdır. Qabaqca insanlar belə mi yaşayırdı? Bu qədər təcrid olunmuşdum. Sovet hökumətini niyə dağıda bildilər insanlar? Çünki bir-birinlə danışırdı o vaxt insanlar. İndi danışığınızı əlinizdən aldılar. Mən deyirəm, danışın bir-birinizdən. İlham Əliyevi yıxmaq istəyirsə, bir-birinizlə danışın. Siyasətdən yox, başqa şeylərdən danışın. A hərfi yazın. Başa düşürsünüz? Avtoritarın, totalitar rejimlərin, belə deyim də, böyük üstünlüklərindən də biri odur ki, sizi elə saxlaya bilir. Başa düşdün? Bir-birinizdən şübhəli, qorxu altında. Deyirsən, birdən nəsə deyərəm, o da nəsə deyər. Narazılar bir-birini tanımasın. Başa düşürsünüz? Etibarın tam itməsini çalışırlar onlar ki, insanlar bir-birinə tam olaraq etibarını itirsin. Tam olaraq fərdiləşsin. Sizə deyirlər, küçələrə çıxacaq, dağıdacaq. Baxın, təşkilatlanmamış, insanlar bir-birini tanımamış, insanlar bir-birinin dərdini cəmiyyətin dərdi kimi hiss etməmiş, yəni boş şeydir o küçəyə çıxmaq. O insan ki, biləndə ki, cəmiyyətin dərdi birdir, yəni hamımızın dərdi eynidir, onda anlayacaq, o çıxsa da o küçədən dönməz. Çağırdıq kimlərisə, hökumət də tutdu zorakılıq göstərdi bunlara qarşı da.
Mən burada rahat kresloda oturum, belə deyim ki, get oradan nə bilim filan şeyi belə elə, özünü təhlükəyə at falan. Mən bunu deyə bilmərəm. Kim deyirsə ki, etiraz falan, böyük etiraz demokratiya yaradır falan, bunlar da boş şeydir, xülyadır, nə bilim inqilab yaradır, yalandır. Çox elə milyonların küçələrə çıxdığını görmüşük, inqilab falan olmur. İnqilab o, belə deyim, kütlənin ora çıxıb, həm cəmiyyət olmamış, orada, eee, heç nə edə bilməz. O yalnızca kütlədirsə, o heç nə edə bilməyəcək. Sənin məqsədin hakimiyyəti bu gecə yıxaq olmamalıdır. Sən bilməlisən ki, avtoritar bu, belə deyim, eee, totalitar rejim, Əliyev rejimi hansı, belə deyim də, eee, İlham Əliyevin totalitar rejimini hansı dayaqlarda ayaqda saxlayan? Bax, sən onu birinci müəyyənləşdirməlisən və buna qarşı alternativ yaratmalısan. İlham Əliyevin totalitar rejimini ayaqda saxlayanları biz bilirik. Onun alternativləri varmı bizdə? Onu sual etməliyik. Yəni ona qarşı nədən istifadə etməliyik? Mediadan, azad mediadan. Var. İstifadə etmək lazımdır, paylaşmaq lazımdır, insanlara ayıltmaq lazımdır falan bəsməkən. Amma insanları bir-birinə tanıtmaq lazımdır. Bu işi bacarmaq lazımdır. İnsanlar bir-birini tanımalıdır. Avtoritar rejimi təkcə ayaqda saxlayan polis deyil. Bunu unutmayın. Onun təhlükəsizlik aparatı var, o da ayaqda saxlayır. Nə bilim, bürokratiyası var. İqtisadi maraq qrupu var özünün. Hakimiyyət daxilində məsəl üçün elita var, hansısa informasiya üzərindən nəzarət var, cəmiyyətin parçalanması var, qorxu var, nə bilim, alternativin zəiflədilməsi var. Yəni avtoritarizm tək bir polislə sənin üzərinə gəlmir. Deməli, bu o deməkdir ki, avtoritarizm, totalitarizm, yəni bu belə deyim də, bir nəfərdən böyükdür. Bu bir sistemdir. Onu da unutmayın, bir nəfərin getməsi ilə heç vaxt ölkəyə demokratiya gəlməz. Yəni onun getməsi ölkəyə demokratiya gətirməyəcək. Demokratiya gətirmək üçün bayaqkı dediyim, belə deyim də, institutların bərpası lazımdır. Birinci Azərbaycan xalqının amalı, birinci, belə deyim də, insanların bir-birinə etimadının bərpası lazımdır. Burada mən heç kimi belə deyim də, təhlükəyə atmaq kimi fikrim zadım yoxdur. Gizli, nə bilim, gizli, fəaliyyət zad, çağırmaqdan söhbət gedə bilməz. Söhbət vətəndaş cəmiyyətinin, belə deyim, bir-birinə tanıdılmasından gedir. Əsaslarından gedir. Peşəkar əlaqədən gedir. Nə bilim, mədəniyyətdən gedir, təhsildən gedir, hüququn aliliyindən, savadlılıqdan gedir. İnsanların gündəlik probleminin, məsəl üçün, bir-birinə, deməsindən gedir, gündəlik probleminə, ətrafındakı insanlara həqiqətləri danışmağından gedir. Müstəqil düşüncəyə qoşulmasından gedir. Faktların yoxlanılmasından, nə bilim, diasporadan gedir. Niyə bunlar vacibdir? Çünki avtoritar sistem sistemdir. Amma sən belə fikirləş ki, təksən. O sənin üzərinə ona görə bu qədər gələ bilir.
Amma sən tək deyilsən. Sənin ortaq problemində yaşayan 10 milyon azərbaycanlı var. Problemləriniz ortaqdır, amma sizi fərdiləşdirib. Siz də fərdi olaraq problemlərinizi bu böyük totalitarizmə qarşı həll etməyə çalışırsınız. Bu da baş tutmur. Totalitarizm insanları həbs etməklə güclənmir ki, onların tək elə rıçağı o deyil ki. Onlar insanların yaddaşını da belə deyim də idarə etməyə çalışır. Nə baş verdi, kim dedi, nə etdi, pul hara getdi, nə bilim kim həbs edildi, zırt pırt bax bunları yaradırlar. Qanun necə dəyişdirildi. Belə deyim də, kənardan bu gördüklərimiz indi bizə görünən hansısa bir bu hakimiyyəti deyirəm də, həmişə biz görürük də. Deyirik ki, bunlar rejimin içərisində həmişə monolitdirmi də? Biz də bunu qıraqdan baxırıq, belə fikirləşirik ki, ay yox, avtoritar elita belə getdi. İndi danışırlar da, başqa kanallarda görürsünüz. Azərbaycanda avtoritar elita yoxdur. Azərbaycanda totalitarizm var. Azərbaycanda 2, 3, nə bilim, 5, 10 nəfər belə deyim, totalitarizmdə, avtoritarizmdə başqa cür idarə etmədir. Onlar bir neçə insan arasında bölürlər. Bölgüdür. Diktaturada da belə deyim, avtoritarizmdə də. Amma totalitarizmdə artıq estafeti bir adam əlinə alır. 4 nəfər, 5 nəfər də onun ətrafındadır və o ətrafındakılar da birbaşa ona tabedir. Yəni onlar bir-birini eyni statusda görmürlər. Başa düşürsünüz? Yəni İlham Əliyevin ailəsi və başqaları. Yəni sümük yuxarıdan onlar 5 nəfər oturub əti yeyirlər, sonra da sümüyünü atırlar misal üçün baş nazirə, baş nazir atır Vilayət Eyvazova. Onlar öz aralarında o sümüyü yeyirlər. Başa düşürsünüz? Yəni burada bölgüdən söhbət getmir. Məsuliyyəti birbaşa əgər misal üçün diktaturada özünüz görürsünüz də, misal üçün hamı Putini günahlandıranda tək onu günahlandırmır. Ətrafındakılara da deyir, siz birgə idarə edirsiniz. Amma Azərbaycanda elə bir şey yoxdur. Çünki Azərbaycandakı idarə etmə Putininki kimi deyil. Putin ətrafını yığıb başına bir yeyirlər. Hamısı bir katyoldan yeyir. Donuz kimi yığışıblar, bir yerdən yeyirlər. Amma bunlar elə deyil. Əliyev yuxarıda oturub 5 nəfər ailə üzündən yeyir orada. Aşağıdakılar da artıq onların qırıntılarını, töküntülərini, sömüklərini orada nə atırlarsa onu yeyirlər. Yəni Putin deyək ki, hansısa kiməsə, misal üçün baş naziri, digərləri olsun, onlarla oturur, birgə dağıdırlar Rusiyanı. Bu da amma tək dağıdır. Ona görə də bu təhlükələri biz bilməliyik. Bax o Rusiyada misal üçün belə deyək də, onlarda biznes elitası başqadır misal üçün. Onların elitası var. Məsələn, Şayqudur, öz dəstəsi var başının falan kes. Belə Azərbaycanda elə bir şey yoxdur. Azərbaycanda hamı tabedir birbaşa İlham Əliyevə. Ona görə tam odur günahkar Azərbaycanda. Hansısa kim, misal üçün kimlərsə gedib kimlərsə danışığa gedir. Bu xəyanətdir. Bəli, xəyanətdir. İlham Əliyevlə bir masa arxasında oturan, onun nə bilim bugünkü hakimiyyətinə razı olan hər hansı bir siyasətçi xəyanətkardır. Yəni İlham Əliyev hökuməti təhvil vermək istəmir ki, ondan hansısa bir stol arxasında oturan, ona hansısa bir qarantiya verəsən.
Bu normal ölkələrdə ola bilərdi. Yadınızdadır da, baxın, yarım demokratik ölkə idi Ermənistan. Şey Paşinyanı çağırdı, Serj Sarkisyan. Çağırdı Paşinyanı, Paşinyan dedi ki, gəldi, o 5 dəqiqə oturdu, dedi yox, ola bilməz. Belə bir şey olsa, hə, çağırsalar, əlbəttə ki, gedib ondan oturmaq da olar, danışmaq da olar, başqa şey də olar. Amma İlham Əliyevdən bu dəqiqə, nə bilim, sən get avtobusa min, İlham Əliyev səni Şuşanı gəzdirsin, nə bilim, falan eləsin. Yəni, əlbəttə ki, bu xəyanətdir. Bu, Azərbaycan xalqına olan xəyanət. Həmişə ya bizim yayımlarda burada məsəl üçün bəzi dostlar deyir ki, yəni xaricdən Amerika nə edə bilər? Çin nə edə bilər? Rusiya nə edə bilər? Rusiya mən demişəm nə edə bilər. Rusiya istəsə İlham Əliyevi oradan götürər. İlham Əliyev oradan istefa verər alt paltarında. İlham Əliyev Qazaxdan bir eşşəyi qulağından tutub gətirib ora prezident qoyub, özünü vitse-prezident də elan edə bilər, əgər Putin istəsə. Beynəlxalq təşkilatlar nə edə bilər? Avropa Birliyi nə edə bilər? Beynəlxalq təşkilatlar nə edə bilər ki? Müəyyən təsirlər göstərə bilərlər. Məsəl üçün, hansısa belə deyim, insan hüquqları pozuntularını sənədləşdirə bilərlər, misal üçün. Müstəqil jurnalistikanı dəstəkləyə bilərlər, misal üçün. Vətəndaş cəmiyyətini dəstəkləyə bilərlər. Diplomatik təzyiqlər, müəyyən sanksiyalar qoya bilərlər. Yəni, beynəlxalq, belə deyim də, hüquq mexanizmləri çərçivəsində. Amma burada nağıl danışaq. Yox, sən gəlib kimsə səni xilas edir. Yox, olmayacaq. Belə şey yoxdur dünyada. Yoxdur, olmayıb belə şey. Heç bir beynəlxalq təşkilat bir xalqın yerinə sağlam demokratik institutlar qura bilməz. Qurmayıb. Olmayıb belə bir şey. Dünyanın heç bir yerində baş verməyib. Yalnız onların, belə deyim də, diplomatik təzyiqlər edə bilərlər. Nə bilim, yalnız bunlardır. Sanksiyalar verə bilərlər hansısa. O da beynəlxalq hüquq mexanizmləri çərçivəsində. Başqa oradan çıxanmazlar. Diplomatiyadan kənara çıxa bilməzlər. Bəs adi insan nə etməlidir? Bax, ən çətini budur. Ən çətin sualdır demək olar ki. Əgər sən görürsən repressiyanın Azərbaycanda hansı səviyyədə olduğunu da, bunun da birinci prinsip özünü ailənin təhlükəyə atmamaqdır. Təhlükəsizliyin belə deyim, ciddiliyini qiymətləndirməyindir. Sonra belə deyim, öz imkanların, nə bilim, riskləri, bunların hamısını gözə alaraq hərəkət etməlisən. Onu da necə? Yüngül hərəkətlər. Aşağıdan başlamaq lazımdır. Təhlükəsiz formada başlamaq lazımdır. Dezinformasiya yaymaq, nə bilim, gedib kiməsə qoşulmaq falan, belə şey olmaz. Hüquqlarını öyrənmək lazımdır. Müstəqil mətbuatın, nə bilim, mənbələrini müqayisə etmək lazımdır. Öz aranızda. Özünüzdə dürüstlüyü, öz peşənizdə dürüstlüyü qorumaq, nə bilim, insanların etibarını qorumaq. Biz çox pis vəziyyətdəyik. Siz bizim düşdüyümüz şeyi anlaya bilmirsiniz. Biz təmiz təcrid olunmuşuq. Biz bunları da saxlaya bilməsək, bugün danışmaqları, bu bir-birimizə informasiya ötürmək, biz bunları da bugün saxlaya bilməsək, bizi daha sonra başqa bir şeylər gözləyir. Bunun adı qoyulmayıb hələ. Bu dünyanın heç yerində bunun adı qoyulmayıb ki, bizi nə gözləyə bilər? Başa düşürsünüz? Etibar etdiyiniz mənbələri, misal üçün, etibar etdiyiniz kanalları insanlar arasında yaymalısınız. İctimai əlaqələri qoruyub saxlamalısınız. Bunlardır, bu kiçik şeylərdir bizi ayaqda saxlayanlar. Heç kim 100 min, 200 min yığışıb gedib bir-birini döyməyəcək. Bax, bunu bilin, ha, bunu yalandan deyirlər. Bax, bunu sizi aldadırlar, ha. Mən sizə deyim,
Xaricdə hansı kanala dəstək verirsiniz? Yəni hansı jurnalistlərə dəstək verirsiniz? Yəni dostlarınıza dəstək verirsiniz? Hansı ki, onların həqiqətən də belə deyim, fikri ilə razılaşırsınız. Yəni müxalifət və yaxud da müstəqil media kimi qəbul edirsiniz insanları, yəni və yaxud da qurumları. Bu belə də qalmalıdır. Yoxsa belə rejimlərin içində baxın, belə korrupsioner, oğru, hər şeyi bilirsiniz gözə almış, qan içən, mən bunu qorxutmaq üçün demirəm. Mən bunu birdən bunları bəziləri qorxutmağa falan yoza bilərlər. Yox, mən sizə reallığın harada olduğunu deyirəm. Bunlar qan içəndir. Bunlar bilirsiniz, mən bunu sizdə pessimistlik yaratmağına görə demirəm. Sistemi elə qurublar. Bunlarla yeganə ayaqda qalıb mübarizə aparma üsulları mən dediyimdir, başqası yoxdur. Başqa yol yoxdur. Bunu da hamı bilir, amma demirlər. Niyə demirlər, onu da bilmirəm. Hamıdan qəhrəman düzəltmək lazım deyil. Hamı da belə deyim, qəhrəman olmaq məcburiyyətində də deyil. Demokratik dəyişikliklər insanların həyatını, nə bilim, gələcəyini qurmaq üçün edilir, elə deyilmi? İnsanları boş yerə qurban vermək üçün yox. İnsanlar nə vaxt hakimiyyəti dəyişə bilərlər, onu anlatmaq lazımdır. Azərbaycanda bugünkü hakimiyyəti dəyişmək üçün bizim o potensialımız yoxdur. Əgər deyirsək ki, var, özümüzü aldadırıq. Xəyanət edirik. Vətənə xəyanət edirik. Çünki biz 500 min nəfəri də ora çıxarsaq, əgər onlar cəmiyyət olmaq yolunda heç bir addım atmayıblarsa, heç nə edə bilmərik. Başa düşürsünüz? O kütlədir, onu dağıdacaqlar. Azərbaycandakı rejimi dəyişmək mümkündür. Amma bunu balaca addımlarla, balaca işlərlə etmək mümkündür. Qorxunun azalmasını əldə etmək lazımdır. Bunu necə eləmək lazımdır? Biz özümüz çox görünməliyik. Onda olacaq o qorxunun azalması. Bir-birimizə etimaddır, müstəqil informasiyadır, nə bilim, vətəndaş əlaqələridir. Belədir. Yoxsa aldadırlar. Həm seçki ilə dəyişəcək, gəlin seçkiyə gedək falan. Sonra Azərbaycanda seçki deyil, teatrdır. Teatr keçirlər, deyir gəlin seçkiyə gedək. Seçkiyə gedir, deyir buna bax, teatra getdi, qoşuldu. Getmir, deyir niyə getmədi seçkiyə? Deyir mitinq eləmir. Mitinq eləyir, deyir mitinq eləyir icazə alıb. Mitinq eləmir, deyir buna bax, mitinq eləyə bilmir. Görürsən, danışır. Azərbaycanda diktatura, belə deyim, avtoritarizm gedə bilər və biz bunu edə bilərik. Bunu çox asandır etmək. Baxın, biz əgər böyük şey istəyəcəksə, bu gün kiçik şeylər etmiriksə, o böyük şeylərə nail olmaq üçün biz özümüzü aldadırıq. İnsanlar bir şeyi qurmaq üçün kiçik şeylər edirlər. Gündə kubikin üstə qoyanda ev olur. Yoxsa evi birdən-birə gətirib ora qoymaq olmur. Başa düşürsünüz? Elə olmur, elə dəyişmir. Heç nə, dünyada heç bir şey elə dəyişmir. Dəyişməyəcək də. Sizi aldadır. Sizə deyənlər ki, bu belə dəyişir. Yalan deyirlər, aldadırlar sizi. Mən buradan dərs falan keçmək istəmirəm heç kimə. Amma həqiqətən də vəziyyət odur. Kim əgər deyirsə ki, misal üçün,
Gəlin gedək donuzu darıdan falan çıxardaq. Yalan söhbət. Onlar sizi provokasiyaya çəkir. Kimsə deyirsə ki, gəlin WhatsApp qrupu yaradaq, nə bilim nə, bilin ki, o WhatsApp qrupunun içində hansı adamlar var. Hardasa qrup yaradırsan, ictimai qrup o. Məndə var Xalq TV. Ged o qrupda nə istəyirsən yaz. İnsanlar orada öz fikirlərini yazır, aydın, gizli deyil, bir şey deyil. Hökumət istədiyini paylaşır, Azərbaycan xalqı da istədiyini paylaşır. İndi hökumətinkiləri mən silirəm arada görəndə. Çünki silmək yetkim var. Qrup mənimdir. Amma görməyəndə mən durub orada bütün gün onları güdəsi deyirəm ki, orada nə paylaşırlar. Yox. Kim istəyir, nə istəyir paylaşır. Çünki açıq qrupdur, Facebook qrupudur. İnsanlar bir-birini tanıyır. Orada jurnalistlər də istədiyini paylaşır. Misal üçün Abzas mediada paylaşır, Meydan TV-də paylaşır. İstədiyini insanlar paylaşır. Çünki orada insanlar baxır həmin məlumatlara nə getdiyini. Yoxsa gəlin qrup yaradaq, ora səs atsın. Sonra o səsi kimsə çıxarsın, aparsın kimə versə versin. Sonra aparsınlar onu döysünlər falan. Başa düşürsünüz? Mən o qədər də uşaq deyiləm. Orada elə şeyləri mənə təklif eləmək lazım deyil. Mən heç bir insanları da belə gizlin təşkilatlanmağa falan da çağırmıram. Amma açıq təşkilatlanmaq lazımdır. Təşkilatlanmağın gizlisi olarmı? Sabah adamlar başqa şey deyə bilər, adımıza ləkə çıxarda bilər. Biz niyə təşkilatlanmaq bizə lazım deyil. Bizə bir-birimizlə danışmaq lazımdır. Hansısa təşkilat ətrafında falan birləşmək bu axmaqlıqdır. İnsanın yeganə amalı olmalıdır ki, təşkilat niyə Azərbaycan xalqının belə deyim də, ə, dəyərləri ətrafında birləşirəm. Azərbaycan xalqı üçün birləşirəm. Bu kifayət deyilmi? Gərək hansısa bir nə bilim qurum ola və yaxud hansısa bir əldə qayırma, nə bilim, kimisə manipulyatorun hansısa birinin hökumətin göndərdiyinin əl altıcısının nə isə ola. Bu lazımdırmı ki? Azərbaycan xalqın öz şeyi var da, nə bilim, milli dəyərləriniz ətrafında birləşin. İlham Əliyev tüpürdüyü konstitusiyanız ətrafında birləşin. Elə birləşmək lazımdırsa. Lazım da deyil. Birlik falan da lazım deyil. Ay kişi, insanları danışdırmaq lazımdır. Bizim yeganə yolumuz danışmaqdır. Danışmaq. Bitdi, getdi. Kim sənə deyir ki, yox, sən danışmaqla nə əldə edə bilərsən? Sən bir 2 ay danış, ondan sonra mən görəcəm sən nə edə bildiyini. Ona görə də yaymaq lazımdır, bəyənmək lazımdır, paylaşmaq lazımdır ki, insanlar xəbərdar olsun. Verilişlərdən xəbərdar olsun. İnsanlar sual verməyi, cavab verməyi, düşünməyi öyrənsinlər. Bunu hər gün təkrar edirəm, təkrar edirəm. Ona görə təkrar edirəm ki, bunun başqa çıxış yolu yoxdur. Sənə hansısa iki siyasətçi öz aralarında və yaxud bir siyasətçi, bir jurnalist öz aralarında durub nədənsə danışırlarsa, ölkədə nə bilim kənarda baş vermiş hansısa bir hadisədə bu 2 saat, 1 saat çəkirsə, ondan başqa heç bir proqramla məşğul olmursa, heç bir iş görmürsə, belə deyim də, onlar düz iş aparmır. Onun düz olduğunu inanmıram. Bir gün ölkədə baş verənlərdən, misal üçün jurnalistlərə olan zülmdən, bundan çıxıb danışırsan, ondan sonra yenə də maarifləndirməyi. Maarifləndirməyi saxlamaq olmaz. Maarifləndirməyi saxladınsa, o insanlar o xəbərləri alır da, onsuz da səndən başqa 50 dənə o xəbəri verən var. Hələ o qurumların, o jurnalist qurumların özləri öz xəbərlərini yaya bilir. Sən lazımdır çıxıb 1 saat da onun ətrafında danışasan. Yazır adam oradakı. Məsələn, Abzas medianın jurnalistlərinə misal üçün 9 ildən başlayaraq 3 nəfərə 10 il iş verildi. Onu dedin, onun ətrafında, ay yox, bu necə oldu verildi? Bunlar çox belə diktatordur, ona görə verildi. Necə? Və buna beynəlxalq təşkilatlar necə baxır? Nə edəcəklər? Hə, burada hansısa bəyanat yayacaqlar. Danışdıq. Hə, nə oldu? Yəni kimi maarifləndirdin? Kimə inandırdın ki, sən bu hakimiyyəti dəyişəcəksən? Nə idi? Sənin verdiyin maariflənmə idimi? Sənin verdiyin nə idi? Xəbər idi də. Yalnız bir xəbərdən ibarət idi, elə deyilmi? Maarifləndirmə deyildi. Amma maarifləndirməlisən də, sən əgər bunu edirsənsə, bunu başqa yollarını da tapmalısan. Araşdırmalar eləməlisən jurnalist kimi. Belə.
Bunu İlham Əliyev, post İlham Əliyev dövründən sonranı da biz fikirləşməliyik də. Post İlham Əliyev dövründə fikirləşməliyik. Nə olacaq? Əgər deyək ki, bunu qovduq, bu getdi də, birinci sənin işin nə olmalıdır? Onları da bilmək lazımdır. İnsanlara onları danışmaq lazımdır. Hani yenidən polis hər şeyi yenidən əlinə götürəcəksə, niyə dağıdırdın ki? Başa düşürsən? Konstitusiya yəni belə tapdalanacaqsa, hələ konstitusiyanı tapdalanacaqsa, onda da tapdalanır da. Xaos, maus nəyə lazım idi ki? Misal üçün deyirəm. Ona görə məsuliyyət daşımır. Mən bunu demirəm ki, ondan gələn İlham Əliyevdən dünyada İlham Əliyevdən pis bir adam, pis bir prezident ola bilməz. Pis adam deyənmərəm, pis bir prezident ola bilməz. İlham Əliyevin yerinə gələn kim olsa İlham Əliyevdən 1 milyon dəfə yaxşı olacaq. Mən bunu ona görə demirəm. Bunu ona görə deyirəm ki, məsuliyyət daşıyaq ki, yəni bu getdi, ondan sonra daha verə bilmərik. Biz daha bütün hər şeyimizi bundan alıb bir başqasına verə bilmərik. Buna bizim icazəmiz yoxdur. Başa düşürsünüz? Mən bunu ona görə deyirəm. Yoxsa İlham Əliyevdən sonra gələnlər pis ondan betər olacaq falan. Bu Rus KGB-sinin sözləridir, mənim deyil. Yəni mən ona görə deyirəm ki, bu sözləri yəni vermək olmaz. Kimliyindən asılı olmayaraq, nəçiliyindən, nə yediyindən, nə danışdığından asılı olmayaraq. Əliyev rejimi maksimumu istəyəcək ki, misal üçün, əgər hansısa bir böyük bir hadisə baş versin, istəyəcək ki, maksimum şəkildə Azərbaycan xalqını, belə deyim də, maksimum şəkildə zərər versin. Hakimiyyətini saxlamaq üçün və yaxud da nə üçün. Amma İlham Əliyev sizin çoxluğunuzu görəndə o sizə silah qaldıra bilməz ki, o öz hayında olacaq. Siz 1 milyon ayaqda olanda o hayında olacaq. O deməyəcək ki, polis gəlsinlər, deyəcək ki, Putin təyyarəni göndər. Başa düşürsünüz? Ondan gedir söhbət. Təşkilatlanmaq lazımdır. Amma belə deyim, hansısa bir qrupun ətrafında yox. Təşkilatlanmaq, ged insanlara fikirlərini danış, bir-birinizlə danışın. Əsas odur. Artıq 1 saat 40 dəqiqədir biz efirdəyik. Mən sizə təşəkkür edirəm. Bakı vaxtı artıq gecdir, gedək yataq. Yaxşı ki varsınız. Yaxşı ki kanalımıza baxırsınız. Yaxşı ki bəyənirsiniz. Təşəkkür edirəm bizimlə